Bu videoda sizi əsl ev borşunun sirri ilə tanış edəcəm. Əvvəlcə tərəvəzləri hazırlayıram. Birinci kələmi, sonra yer kökünü və kartofu doğrayıram. Kartofu kub şəklində doğrayıb ət qaynayan suya atıram. Dadlar yavaş-yavaş pişməyə başlayır. Daha sonra soğanı aypara şəklində doğrayıb və qovururam. Bu arada nazik doğranmış kələmi qazana əlavə edirəm. Soğan qızarandan sonra onu da yeməyə qatıram, bu xüsusi bir dad verir. Ardınca əvvəlcə qovrulmuş yer kökünü, sonra isə çuğunduru əlavə edirəm. Zövqə görə mən zoğal turşusundan istifadə etdim və daha da təravətli və dadlı olsun deyə dəfnə yarpağı da əlavə etdim. Nəticə möhtəşəmdir. Rəngi, ətri, dadı ilə əsl borş. Bizim evdə sevilmədiyi üçün mən istifadə etmədim. Ancaq siz süfrəyə verərkən üzərinə bol göyərti və sarımsaqlı qatıq əlavə edin və bu dadın ləzzətindən zövq alın.